Çay, yanında simit. En güzel ikili. Bugün simit hazırlayırıq. Qaba 3 stəkan su əlavə etmişəm. İçərisinə duz əlavə edirəm. 1 çay qaşığı şəkər tozu əlavə edirəm. 2 yemək qaşığı. Bu mayadan istifadə edirəm. 50 qram kərə yağı əlavə edirəm. 5 stəkan un əlavə edib xəmiri yoğururam. Qeyd edim ki, su ilıq şəkildədir. Hazırdır. 1 saat mayalanmaya qoyuram. Mayalanan xəmirimi hissələrə bölürəm. Bu şəkil açıram. Simitlərin hər biri hazırdır. Üzərlərinə bəkməzi suyu çəkirəm. 5 yemək qaşığı bəkməz, bir də 1 stəkan su əlavə eləmişəm üzərinə. Sonra bu şəkil açdım. İndi simitin üzərinə əlavə edirəm. Küncütü üzərinə əlavə edirəm. 180 dərəcəlik sobada yarım saat 45 dəqiqə bişiririk. Simitimiz hazırdır.